2024-cü il model suallarından, birinci qrup model suallarından birinin izahına baxaq. 8-ci sualda deyir ki, tolol neçə dənə monoxlorlu törmələr olar maksimum sayda? Tololu yuxarıda yazdığım kimidir. Bir dəfə misal üçün CH3-dəki hidrogen birini xlorla əvəz edə bilərəm. Bir dəfə CH-dakı hidrogen qalır yerində, kənardan hər küncdə CH var. Oradakının birini əvəz edərəm xlorla. Sonra başqa bu hissəni əvəz edərəm xlorla. Və sonuncu para vəziyyətini əvəz edəcəm. Yəni maksimum 4 əvəzləmə gedir. Bəzən uşaqlar yanlışlıqla, məsəl üçün bu sol tərəfdən bir əvəzləmə verir və yaxud da ki aşağıdan. Elə sol tərəfdən əvəzləmə birinci verdiyim demək uyğun nömrədir. Yuxarıki nəzər edə bilim. 3, 4. Sol tərəfdən əvəzləmə verdiyim hal-hazırda olan 3-dür. Yəni 1 xlor 2 metil hissədən başlayır. Deməli, burada maksimum xloru törəmən sayı 4 dənə olacaq.